Mən Nəzərov Etibar Ağabeyoğlu, Göyçay rayon Hacıaçək kənd sakini. Şikayətim sağlamlığı məhdud Nəzərov Rəhman Etibaroğlu'nun dərsləri ilə bağlıdır. Belə ki, Rauf Məmmədovla məktəb direktoru Azadə xanımın aralarında olan məlum intriqalara görə mənim uşağımın dərslərin atırlar vakana, vakandan sonra başlayırlar həmən dərslər satılmağa. Bir neçə dəfə dərslər, fizika dərsi, coğrafiya dərsi atılıb vakana, satılıb başqasına. Yəni başqa müəllimələrə, bir neçə dəfə müəllimələri dəyişib. Son bir ay ərzində coğrafiya dərsi atılıb vakana deyilmir, fizika dərsi deyilmir, informatika dərsi de deyilmir. Bir də ki, məktəb direktoru belə bir söz dedi ki, Rauf Məmmədov belə göstəriş verib ki, məktəbdə oxuyan şagirdlərdən heç biri əlası deyil. Bu ev təhsili olan uşaq birbaşa 2 ildir fərqlənmələrlə, diplomla gedir. Yəni bütün qiymətlər 5'dir. Bizə mənfi təsir olacaq ki, bu ev təhsilli uşaq bütün qiymətlər 5, o qiymətlərin aşağılayın. Odur ki də qiymətin axırında və 4 yazdılar, sonra bir neçə dərs keçirib, qol çəkilib, qiymət yazılmayıb. Yəqin ki, məndən hörmət gözləyəcəklər ki, hörmət gözləyirlər ki, yəni bu hörmətin eləyim, qiymətləndirilmə aparılsın. Bu necə olur ki, 2 ildir dayanmadan uşağın qiymətləri 5 ilə gedir. Yəqin yaxşı oxuduğuna görə bunun xainliğini çəkir Rauf Məmmədov. Budur bunun diplomu, göz qabağındadır. Regiondan komissiya gəlmişdi, imtahan verdi, diplom aldı. Budur bunun fərqlənmələri. Belə bir uşağı, sağlamlığı məhdud uşaqdır. Bunu dayaq verib dil çətməkdənsə, Rauf Məmmədov kimi göstəriş vermək ki, qiymətləri aşağı düşsün. Yəni bu məktəb direktoru Azadə xanımın dediğinlə, onu tədricən deyirəm ki, o deyir ki, yəni məktəb direktoru belə, sektor müdürü belə göstəriş verib. Mən hətta mən ayın 29'unda, yəni may ayının 29'unda regiona getmişdim, Yevlağa. Qasımova müraciət elədim, yəni uşağın dərsləri ilə bağlı. Dedi ki, ya araşdırılacaq. Təəssüflər olsun ki, bugünə kimi araşdırılmayıb. Rauf Məmmədovu da mən dəfələrlə getmişəm sektora, Göyçay təhsil şöbəsinə. Yerində tapa bilmirəm. Biri deyir balığa gedib, biri deyir alça yığmağa gedib. Bilmirəm, zarafatla deyirlər, yoxsa. Mən elə gəlir ki, yəqin ki, elə bir şeydir ki, o yerində yoxdur. Mən xahiş eləyərdim aidiyyəti qurumlardan. Mənim uşağımın dərsləri bərpa olunsun və qiymətləndirilməsi də geçsin. Tabii düzdeyim. Fen dersleri bərpa olunsun. Ben dersleri Qiymətlərində geçsin. Qiymətlərimdə geçsin. Mən xahiş eləyərdim, işıqlandırasınız. Yəni, görsünlər. Mən Təhsil Nazirliyinə, Emin Əmirləyevdə müraciət eləmişəm. Təəssüf ki, baxımsız qalır.